mən real hesab eləmirəm ki, deməli, Azərbaycan hakimiyyəti ilə Rusiya hakimiyyətinin münasibətləri qırılmağa doğru gedir. Amma buna baxmayaraq, hipotetik olaraq verdiyiniz sualı da cavablandıracağım mən. Əvvəla oradan başlayaq ki, Rusiya həqiqətən də qorxulu dövlət olub, dövlət idi. Mən bu günü artıq onu elə saymıram. Baxın, Rusiya indi yaxınlığında Moldovada öz iradəsini heç kimə qəbul etdirə bilmədi. Nəinki Moldovada hakimiyyət dəyişikliyinə təsir eləyə bilmədi. Bu balaca və kasıb keçmiş postsovet ölkəsinin ərazisində də separatizm olan bir hissəsində zəbt edib də, bilirsiniz, Dnestriyanı orada Rusiya zəbt edib. Bu ölkənin Avrointeqrasiyasına mane ola bilmədi, seçkidə demokratik qüvvələrin qələbəsinə mane ola bilmədi. Hətta bu Dnestriyanını da xilas edə bilmədi. Bu saat bilirsiniz ki, yəqin Ukraynadan qaz tranziti kəsiləndən sonra həmin o Dnestriyanı separatçılarına da qazı Moldavya verir. Avropa Birliyinin pulu ilə. Yeri gəlmişəm, bu separatçı xətt də Rusiyanın əlindən alınır artıq. Rusiya yəni bunu belə təmin edə bilmir. Bizim gözümüzün qabağında Ermənistan Rusiyanın orbitindən qəti addımlarla uzaqlaşır. Artıq deməli, Azərbaycan Ermənistan sərhədində ruslar yoxdur. Ermənistan İran sərhədində ruslar yoxdur. Demək, aeroportdan çoxdan çıxardıblar rusları. Kollektiv təhlükəsizlik müqaviləsi təşkilatından Ermənistan çıxacağını bəyan edib. Avropa İttifaqına üzvlük ilə bağlı artıq. Hansı assosiasiya sazişi yox, onlar assosiasiya sazişi imzalayıblar. Üzvlüklə bağlı artıq mövqe bildiriblər hökumət səviyyəsində. Qanun da qəbul etməyə hazırlaşırlar bununla bağlı. Referenduma getməyə hazırlaşırlar bununla bağlı. Nə eləyə bilir Rusiya Ermənistana? Burada da bir şey eləyə bilmir. Yaxud biraz əvvəl danışırdıq. Məsələn, Rusiyanın ən çox əlinin uzun olduğu ölkə Qazaxıstandır. 7000 kilometrlik sərhəddi var. Qazaxıstanın daxilində 3 milyon nəfərdən artıq Rus yaşayır, etnik ruslar yaşayır. Amma Qazaxıstan özü kifayət qədər çox şaxəli xarici siyasət aparır. Avropa İttifaqı ilə, ayrıca Fransa ilə strateji tərəfdaşlıq sazişi imzalayır. Böyük Britaniya ilə strateji tərəfdaşlıq sazişi imzalayır. Qazaxıstanın qapılarını Amerika biznesi üçün açır. Ona bir şey eləyə bilirmi? Eləyə bilmir. Ona görə də indi Rusiya o vəziyyətdədir ki, hətta o süni şəkildə özünə gətirib bağladığı, Gürcüstandan ayırdığı Abxaziyada belə tam istədiklərini reallaşdıra bilmir. Gürcüstandakı proseslərə ciddi şəkildə təsir edə bilmir. İvanaşvili və komandasının Rusiyanı seçməsi özlərinin hakimiyyət maraqları ilə bağlıdır. Rusiya onlara bir şey eləyə bilmir. Sabahları məsələn İvanaşvili razığa gəlsə ki, o sanksiyalarla və s. ilə əlaqədar olaraq gedəcək aprel ayında, məsələn, Gürcüstandan tələb olunur ki, Avropa Şurası tələb qoyub ki, aprel ayına qədər yeni seçki təyin olunsun. Məsələn, hansısa danışıqların nəticəsində Gürcüstan hökuməti razılıq versə ki, Gürcüstanda nəhayət yeni seçki keçiriləcək, Rusiya nə edəcək? Heç nə edə bilməz. Yəni, Rusiyanın bu mənada əvvəlki əzəməti yoxdur. Hərbi baxımdan mən əvvəlki suallara cavab verən zaman bildirdim. Əgər 6 ay ərzində özünün balaca bir rayonunu, Sucanı, Kursk vilayətindən geri ala bilmirsə, bax, rəsmən qalıb aciz vəziyyətdə. Bütün ölkəni ələk-vələk eləyib. Hətta hərbi məktəblərin kursantlarını da cəlb eləyiblər prosesə. Bütün Roskvardiyanı da cəlb eləyiblər. Nə bilim, o Çeçen döyüşçülərini də cəlb eləyiblər. Axırıncı rezervləri də göndəriblər ora. Və həmin o Kursk vilayətinin Suca rayonunu Ukraynadan geri ala bilmirlər. Evet, dünən əksinə Ukraynalılar əks düzümə keçib əlavə 2-3 məntəqəni də, yaşayış məntəqəsini də bir daha işğal elədilər. Yəni Rusiyanın hərbi gücü də budur ki, bizi hərbi güclə də təhdid edə bilməz. Və xüsusən də Azərbaycanın xeyli gücləndirilmiş indi hərbi gücü var. Bir məsələ var ki, Azərbaycanda dövlət bütün sahələrdə iflas eləyir, amma bu var ki, qardaş Türkiyənin də köməkliyi ilə bizim bir sıra ciddi hərbi hissələrimiz formalaşır. Xüsusilə də xüsusi təyinatlar, komando birlikləri. Ona görə hərbi baxımdan da bizi təhdid eləmək elə asan məsələ deyil və xüsusən indiki vəziyyətində, yəni Rusiyanın, təbii ki, başqa vaxt, başqa cür ola bilərdi vəziyyət. Rusiyanın ənənəvi olaraq Azərbaycana təsir eləmək üçün əlində yuvarlaq götürsək 3 əsas mexanizm olub. Ermənistanla atəşkəsi pozmaq,
Bax bu məsələdə görürsüz necə el arasında deyirlər, qanımızın arasına girir. Avropa Birliyinin, İlham Əliyevin o bəyənmədiyi missiyası Azərbaycan Ermənistan sərhədində gəlib oturublar və yeri gəlmişəm. Azərbaycan hökumətinə soruşmaq lazımdır ki, niyə narahat oldular orada? Məhz onlar gəlib orada oturandan sonra atəşkəs pozulmur Azərbaycanla Ermənistan arasında. Pisdir ki, bizim övladlarımız öldürülmür. Kimə lazımdır o atəşkəs pozuntuları? Hər dəfə 3 nəfər oradan öldü, 2 nəfər buradan öldü. Sən bir halda ki, onsa gedib torpaq tutası deyilsən. Nəyə görə o atəşkəs pozuntuları olmalıydı o sərhəddə? Avropa İttifaqının müşahidəçiləri gəlib oturub Azərbaycan Ermənistan sərhəddində, deməli, Rusiyanın da imkanı yoxdur ki, Azərbaycan Ermənistan arasında yeni bir atəşkəs pozulmasına nail olsun. Deməli, birinci rıçaq əldən çıxdı. Onun tamam əldən çıxması üçün bəzi addımlar da atılmalıdır. O barədə deyərəm mən. İkinci rıçaq. Deməli, Rusiya uzun illər, 90-cı illərdən başlayaraq, yəni müstəqilliyimizin ilk illərindən həmişə özü üçün Azərbaycana qarşı istifadə eləməyə bir B planı kimi Azərbaycanda yaşayan milli azlıqların arasında separatçı hərəkatları seçmişdi. Bu sir deyildi ki, müəyyən Azərbaycanda yaşayan az sayılı xalqların bəzi təmsilçilərini ələ almaqla Rusiya, Moskva bu istiqamətdə iş aparırdı. Niyə görə keçmiş zamanda danışıram? Yenə də aparırlar. Amma artıq bu proses Azərbaycan xalqı tərəfindən rədd edilib. Xüsusilə bunu açıq demək lazımdır. İkinci Qarabağ savaşı Azərbaycanda yaşayan bütün xalqları çox doğmalaşdırdı. Baxın, savaş, birlikdə qan tökmək, bir-birinin çiyində xilas olmaq, bir-birindən ötürü ölümə getmək və o zaman ölümə gedərkən, yaralını daşıyarkən heç kimin ağlına gəlmir ki, soruşsun ki, sənin dinin, məzhəbin nədir, sən hansı xalqın etnik baxımdan nümayəndəsisən. Bizim hamımızı birləşdirən nə idi? Azərbaycana məxsus olmaq, Azərbaycanlı olmaq. Ona görə də Türkdə, Talışda, Ləzgidə, Avarda, Tatda, Kürddə, Udində, bütün deməli Azərbaycanda yaşayan yerli azsaylı xalqların hamısı tam qardaşlaşıblar. Xüsusən bu savaşın nəticəsində. Hə, müəyyən hüquq pozuntuları, məhdudiyyətlər varmı? Hamı üçün var da. Təəssüf ki, ölkədə avtoritar idarə etmə var. Ona görə indi qalxıb demək, milli azlıqların nümayəndələri faktlar gətirə bilərlər ki, mənim o haqqım, bu hüququm yoxdur. Güya ki, bizim var, güya milli çoxluğun var, ölkədə avtoritar idarə etmədir. Yəni, onu da başa düşürlər. Ona görə də bugün Azərbaycanda o etnik separatizm üçün xalqın içində zəmin yoxdur. Xalqın içində zəmin olmayandan sonra orada hansısa bir xırda, deməli, agent dəstələri, casus şəbəkələri yaratmaqla Azərbaycana ciddi təzyiq eləmək mümkünsüzdür. Bilirsiniz? İndi mən başa düşürəm ki, yəqin ki, bu son vaxtlar elan elədilər ki, Qusarda nələrsə baş verib, orada deməli, meşə qardaşlarının hansısa əməllərindən söhbət getdi. Mən düzü daha ətraflı bilmirəm. Ona görə də bu barədə çox şey danışmaq istəmirəm. Amma istənilən halda, yəni bunu ola bilsin ki, insanlar şuur altında bir təhlükə kimi görürlər ki, Rusiya ilə bircə sərhəddimiz var, meşəli ərazidən keçir. Deməli, orada yaşayan əhali ilə hansısa bir ünsiyyət qura bilər Rusiya, hansısa bir separatizm hərəkatı yarada bilər. Mən də onu vurğulayıram, onun altını cızıram ki, şükürlər olsun ki, indi sadaladığım yerli xalqların heç birinin Azərbaycana qarşı bir separatçılıq hərəkatına dəstək vermək fikri yoxdur. Bu çox gözəldir. Bizi daxilən güclü eləyən faktordur. Bir daha vurğulayıram ki, əlbəttə, hökumətin səhvləri çoxdur, amma elə onu biz hamımız birlikdə dəyişməliyik. Demokratiyanı, insan haqlarını bərqərar eləmək də bizim yenə də orada bizim deməli etnik mənsubiyyətimizdən, dini mənsubiyyətimizdən asılı olmayaraq hamımızın işidir. O hamımıza lazımdır. Və bu günləri bunu əksəriyyət Azərbaycanda qəbul edir, bu kartda Rusiyanın əlindən çıxıb. Yəni real olaraq gəlsin Azərbaycanda hansısa bir bölgədə separatizm yaratsın, Rusiyanın bu imkanları yoxdur. Və yeri gəlmişəm, əgər bunu hələ də eləməyiblərsə, Azərbaycan hakimiyyəti deməli Rusiya ilə sərhəddi ciddi şəkildə möhkəmləndirməlidir. İstənilən halda. İndi mən dəqiq əməliyyat şəraitini bilmirəm. Orada meşə qardaşları, başqa hansısa bir qruplaşmalar varmı? Nə qədər güclüdürlər? Çox güclü ola bilməzlər. Amma onlar Rusiyaya da bağlıdırlarmı? İkilimi işləyirlər. Ondan asılı olmayaraq. Əgər orada hansısa silahlı qruplaşmalardan söhbət gedirsə, İstənilən halda hər ehtimala qarşı o sərhəd çox ciddi şəkildə gücləndirilməli. Bütün mənalarda. Deməli, bu faktor da yoxdur.
Üçüncü, Rusiya bizə qarşı həmişə nədən istifadə eləməyə təhdid edib Azərbaycan hökumətini. Çoxlu sayda, milyonlarla Azərbaycanlı var, Rusiyadan çörək qazanırlar və onları göndərərək birdən Azərbaycana. Bundan niyə qorxmalısan ki sən? Sənin millətindir. Birincisi, Rusiyanın özünün də o lüksü yoxdur ki, çoxlu sayda insanı Rusiyadan çıxarsın. Çünki onların böyük əksəriyyətinin hüquqi əsasları var. Hüquqi əsasla orada qalırlar. İndi Rusiya nə qədər avtoritar olsa da, işğalçı olsa da, amma özünün bir oyun qaydaları olan ölkədir də, hər halda. Tam da bir belə silahlı bandit dəstəsi idarə eləmir ki, o Afrikada olan banan ölkələrindən deyil də. Müəyyən nə iş görsələr onu bu hüquqi bazaya otuzdururlar. Ona görə də kütləvi şəkildə hamını oradan qovmaq real deyil. Hə, bir neçə 100 min adamı oradan çıxarda bilərlər müxtəlif üsullarla. Olmasın kaş ki. Amma lap tutaq ki, bu olsa, bunu niyə Azərbaycan dövləti özünə fəlakət kimi qiymətləndirməlidir? Sənin vətəndaşındır. Əgər orada üzünə xoş baxmırlarsa, onu qaytarırlarsa öz vətənindən, sən də qucaq açacaqsan ona. Niyə qorxursan öz vətəndaşından? Hə, gəlib burada işsizlər ordusunu biraz artıracaq. Güya burada olan işsizlər səni çox belə narahat edir. 3 milyon işsiz var da bu ölkədə onsuz da. İndi 3 milyon 100 min olsa, 3 milyon 200 min olsa nə olacaq? Güya bu 3 milyonun dərdini çəkməkdən belin düşülür. Üstəlik, axı sənin imkanların var ki, həmin o gələsi adama, nəzəri cəhətdən deyirəm də, mən bunu həm də ona görə deyirəm ki, özlərini biraz özgüvənini aparsınlar. Qorxmasınlar Rusiyanın qarşısında. Laf tutaq ki, bir neçə 100 min Azərbaycanlı gəlir, sən bunu fürsətə çevirə bilərsən. Nədir gedib indi 2024-cü ildə 45 ton qızıl alıb gətiriblər, yığırlar başlarının altına. Pis niyyətcəsinə ona hazırlaşırlar ki, Azərbaycan hakimiyyətinə qarşı, rejimə qarşı sanksiyalar ola bilər. Ona görə qoy başımızın altında çoxlu tonlarla qızıl olsun. Yoxsa nəyvə lazımdır ki, sən 45 ton qızılı indi ilin günün vaxtında pulu verəsən onu sərmayəyə yönətmək əvəzinə o pulu investisiyalara yönətmək əvəzinə sən qızıla verib gətirib yığmısan deməli Azərbaycanda harasan. 45 ton qızıl alınca sən həmin pula, nə bilim, 50-100 zavod, fabrik tikə bilərsən. Həmin o fabrikdə, zavodda insanlara daimi iş yer aça bilərsən. Adamlar da vətənlərinə daha da sarılar, sən də daha güclü olarsan, vergisini toplayarsan, ixracatını artırarsan, əhalinin sayı artar, demografiyan düzələr. Sən bunu niyə böyük faciə sayırsan ki, vətəndaşın geri qayıdar birdən? Qayıtmasın. Amma hər halda sən bunu eləyə bilərsən. Və bu baxımdan hesab edirəm ki, əlbəttə ki, Azərbaycanın hal-hazırda Rusiyadan qorxması üçün ciddi əsaslar yoxdur. Baxın ha, bir daha altını cızıram ki, mən öyle sadəlövh yanaşmıram ki, güya Azərbaycanla Rusiyanın arasında belə bu sadəlövh münasibətlər qopur. Bunlar da ancaq qorxudan qalıblar Rusiyanın yanında. Xeyr, mən tam inanıram ki, bunlar ideoloji birliyi içindədirlər. Amma bu suallar verilir də kənardan. Çünki siz yaxşı dediniz sualınızda ki, adamları qorxudublar. Rusiyanı daha da olduğundan da daha böyük, qüdrətli, hər şeyə qadir kimi təqdim ediblər ki, özlərinin Rusiya yaltaqlıqlarını legitimləşdirsinlər, öz qorxaqlıqlarını legitimləşdirsinlər. Necə uzun illər 20 yanvarı örtbasdır ediblər, Xocalını örtbasdır ediblər, imkan verməyiblər ki, Rusiyanın müstəmləkə zamanı bizə etdiklərini ciddi şəkildə tədris olunsun, ciddi şəkildə ictimailəşsin. Yığışıblar, güya adamlar indi müstəmləkəçilik əleyhinə forum keçirdirlər. Kimin müstəmləkəçiliyindən danışırlar? Fransanın. Güya ki, Rusiya gəlmişdi burada 200 il bizim başımızı sığallayırdı. Güya ki, biz özümüz müstəmləkə qurbanı olmamışıq. Gedib dünyanın o başından müstəmləkə qurbanı axtarırlar. Yəni bu, ona görə örtbasdır edilməyib ki, Rusiya çox güclüdür. Ona görə ki, Azərbaycan hökumətinin seçimi budur. Biraz əvvəl dedim, Azərbaycan indi o sadaladığım ölkələrdən, Rusiyanın orbitindən uzaqlaşmış ölkələrdən zəifdirmi? Xeyr, zəif deyil. Xalqı da yeşdildi. Hətta yeri gəlmişkən, hökumət də bunu bilir. Çox mənim üçün xoş oldu ki, o hökumət mediası o atışma, belə çiğnəşirlər də dostcasına yer davası edirlər. Həmin o atışmada yazdılar ki, özünüz də bilirsiniz ki, Azərbaycan xalqının nəzərində çox qeyri-populyarsınız. Rusiya haqqında yazdılar. Rusiyaya xitaban yazdılar ki, bilirsiniz ki, onsuz da Azərbaycan xalqının sizə münasibəti pisdir. Yəni, hökumət də bilir. Azərbaycanın daxilində Rusiyanın dostu nə gəzir? İlham Əliyev və komandasından başqa Rusiyanın dostu var burada? Yoxdur. Ona görə də, yəni qorxu məsələsinin olmalı deyil. Əgər kimdəsə bu varsa, əsaslandırılmamış qorxudur. Panik bir mövqedir.
Normalda indi hal-hazırdadan danışıram. Mən əlbəttə ki, Rusiyanın güclü olduğu vaxtlar olub. İndi burada heç kim mənə xatırlatmaq fikrinə düşməsin ki, və sizin hökumətiniz vaxtında Rusiya yıxıb. Bizim hökumətimiz qurulmuşdu ki, 1 il idi. Ordusu da yox idi. Ordunun içində casus şəbəkələri var idi. Keçmiş kommunistlərin casus şəbəkələri fəaliyyət göstərirdilər. Bir tərəfdən də Heydər Əliyev və komandası və digərləri, devrilmiş korrupsionerlər. Yəni o zaman faktorlar başqa idi. İndi mən indiki Rusiyadan və indiki Azərbaycandan danışıram. Və ən vacibi, axı, istənilən doğrudan da bu münasibətlərdə həqiqi gərginlik yaşansa, indiki kimi o xırda dostcasına çiynləşmə yox, həqiqi gərginlik olsa nəzəri cəhətdən, bizim Türkiyə ilə müttəfiqliyimiz yerindədir axı. Mən əminəm ki, Azərbaycan-Rusiya münasibətlərində gerçək gərginlik yaşansa, bütün o olub keçənlərə baxmayaraq, ABŞ da, Avropa İttifaqı da Azərbaycana dəstək olar. Amma tutaq ki, bu biraz nəzəri söhbətdir də. Bunu kimsə inanar, kimsə inanmaz. Amma Türkiyə ki, yanımızdadır. Və indi Azərbaycanı bir tərəfə qoyun. Türkiyəni qarşısına almağa Rusiyanın imkanı çatar. Türkiyə ilə konfrontasiya getməyə hal-hazırki Rusiya imkanı çatar ona? Çatmaz. Ona görə də, yəni o qorxu faktorunu qoyun bir tərəfə. Ki, ayamandır, biz gərək Rusiya ilə axıra qədər axırıncı müttəfiq kimi biz qalaq Belarusla bir yerdə. Yoxsa biz ondan aralansaq, bizə onu eləyər, bunu eləyər, heç nə eləyə bilməz. Daha doğrusu onun hamısının qabağı alına bilər. Eləməyə cəhd eləyər, amma onların hamısının qabağı alına bilər. Hə, doğrudan da Azərbaycan hakimiyyəti aralanmaq istəsə Rusiyadan, onun üçün nə etməlidir? Mən Azərbaycan hakimiyyətinin bunu etmək istədiyini görmürəm. Amma nəzəri cəhətdən belə bir fikrə düşsə, gözümüzün qabağında nümunə var da. Nə olsun ki, biz indi ağıllı şeyi, ağlabatan şeyi düşməndən də nümunə götürmək lazımdır. Baxın, indi Rusiya ilə Ukrayna savaşır. Deməli, Ukraynada hansı bir taktiki üstünlük əldə olunursa, tutaq ki, o pualarla bağlı, silahlarla bağlı, tez Rusiyanın laboratoriyalarında gecə-gündüz işləyirlər, onu öyrənib əxs edirlər, 2 aydan sonra Rusiyada da olur. Yəni, düşməndən öyrənmək normal bir şeydir. Biz hələ Ermənistanla sülh sazişi imzalamamışıq, ona görə deyirəm bunu bu şəkildə. Gözümüzün qabağında Ermənistan necə aralanır Rusiyadan? Ən yaxın müttəfiqi, forpostlu, bütün MDB məkanında ən yaxın Ermənistan idi Rusiyaya. Özdə bizim kimi yox, bizim hər zaman indi, hətta İlham Əliyev Rusiyanın ən yaxın müttəfiqi olsa da Azərbaycan müstəqil ölkədir. Heç nəyə asılıdır ki Rusiyadan? Amma Ermənistanın hərbisi də Rusiyadan asılı idi, kəşfiyyatı da Rusiyadan asılı idi, iqtisadiyyatı da, hər şey Rusiyadan asılı idi. Amma baxın, görün, məqsəd yönlü addımlarla necə aralandılar Rusiyadan. Doğrudan da Azərbaycan hakimiyyətinin elə bir siyasi iradəsi olsa, yoxdur o iradə. İradəsi olsa, çox rahatlıqla bir yol xəritəsi müəyyənləşdirmək olar. Və addım-addım Rusiyadan aralanmaq üçün heç bir ciddi təhlükə yoxdur. Nə eləyəcəksən? Birincisi, Rusiya ilə olan o təhlükəsizlik sahəsindəki birgə işlərdən çəkiləcəksən. Baxın, mənə bir Azərbaycanlı kimi çox ağır gəlir. Azərbaycan gedir, Rusiyanın tutaq ki, xarici kəşfiyyat xidmətinin keçirdiyi tədbirlərdə Azərbaycanın xarici kəşfiyyat xidmətinin rəhbəri gedir, oturur orada. Orada deməli, nar işləyir, bizimkilər də qeydlər götürürlər orada. Mənə ağır gəlir. Eyni şey Təhlükəsizlik Şurası katiblərinin iclasında, eyni şey Dövlət Təhlükəsizlik Xidmətlərinin toplantılarında. Azərbaycan bu prosesdən çıxmalıdır. Birinci addım artıq heç bir təhlükəsizlik məsələlərində Rusiyanın orbitində olmalı deyil Azərbaycan. Və demirsən ki, sənin təyyarəni, bizim təyyarəmizi vurub və bizim vətəndaşımızın öldürülməsinə görə məsuliyyət daşıyan adamları qoruyur, artıq müttəfiq olmayacaqsan. Və yeri gəlmişəm, bunu da yenə belə primitivcəsinə trolluq eləyib başımıza aparmasınlar ki, siz müharibə istəyirsiniz Rusiya ilə. Müharibə filan istəmir. Moldova müharibə eləyir. Gedib balaca ölkədə Avropa İttifaqına demək, inteqrasiya olunur. Ermənistan nə oldu? Çıxdı Rusiyanın bütün o təhlükəsizlik səfirindən Rusiya ilə müharibə eləyir. Heç bir müharibədən filandan söhbət getmir. Sadəcə deyəcəksən ki, artıq bu müttəfiqlik haqqında bəyannaməni bu absurd elədir. Sən mənim təyyarəmi vurursan, təyyarəni vuran cinayətkarları gizlədirsən. Bu necə müttəfiqlikdir? Sadəcə bir işə yarasınlar da bu İlham Əliyevin deputat təyin elədiyi o 125 nəfər. Yığışsınlar, müzakirə çıxarsınlar ki, artıq Rusiya tərəfindən imzalanmış müttəfiqlik haqqında bəyannamə yerinə yetirilmir. Müttəfiqlik münasibətlərinə uyğun davranış deyil bu.
hal-hazırda. Və Milli Məclis xüsusi bir qərarla həmin o bəyannamənin qüvvədən düşdüyünü elan eləsin. O bəyanat olmayana qədər Rusiya-Azərbaycan münasibətləri yox idi. Azərbaycanla Rusiyanın arasında deməli, mehriban qonşuluq, hərtərəfli əməkdaşlıqla bağlı geniş sazişlər var. Yeri gəlmişən, hələ Elçibəyin hökuməti zamanında elə deməli, o qonşuluq prinsiplərini nəzərdə tutan, bərabər hüquqlu əməkdaşlığı nəzərdə tutan sazişlər var. Yəni biz Rusiya ilə sərhədlərimizi bağlamağa çağırmırıq, əksinə deyirik, quru yolları da açılsın, ticarətimizi də davam elətdirək, başqa bir işlərimiz də davam eləsin. Yəni qonşuyuq. Nə biz buradan köçəsi deyilik, nə onlar buradan köçəsi deyirlər. Amma nəyə görə bütün dünyanı qarşısına almış? Şimali Koreya ilə Çinin yoldaşı olmuş. Gedib Ukraynanın torpaqlarını işğal edən, şəhərlərini viran edən bir işğalçı ilə biz niyə müttəfiq olmalıyıq? Buradan başlamaq lazımdır. Və paralel olaraq xalqa doğru addımlar atılmalıdır. Qərbə doğru addımlar atılmalıdır. Türkiyə-Azərbaycan müttəfiqliyi real məzmunla doldurulmalıdır. Real məzmun kəsb eləməlidir o müttəfiqlik. Bilirsiniz, hər şey hüquqla, hər şey bəyanatlarla, sazişlərlə olmur. Biz bilirik ki, hüquqi baxımdan Azərbaycan-Türkiyə münasibətlərində axırıncı dəfə, belə deyək də, ciddi sənəd bu Şuşa bəyannaməsi ilə bizim müttəfiqliyimizin təsbit olunmasıdır. Amma ondan sonra Türkiyə-Azərbaycan münasibətləri faktiki olaraq nə qədər dəyişib? Bizim çox yaxşı, içdən gələn müttəfiqlik münasibətləri olan vaxtımızda olub. Amma dilucu müttəfiqlik edildiyimiz vaxtlar da olub. Siz bunun hamısını xatırlayırsınız. Deməli, Azərbaycan hakimiyyəti nə eləməlidir? Bir tərəfdən addım-addım Rusiyanın bu zontikinin altından çıxmalıdır. Oranın təhlükəsizlik çətirindən çıxmalıdır. Paralel olaraq Türkiyə ilə əlaqələrə daha dərin, səmimi məzmun verməlidir. Paralel olaraq Azərbaycan xalqı ilə barışmalıdır. Baxın, mən biraz əvvəl danışdım ki, Rusiya hansı fitnələri eləyə bilər və biz onun qabağını necə ala bilərik. Amma bunların hamısının, bütün o fitnələrin qabağının almağının ən etibarlı yolu hökumətin xalqa doğru addım atmasıdır. Sənin Rusiya ilə problemin ciddidirsə, bu danışdığınız söhbətlər səmimidirsə, bəs Azərbaycan xalqından nə istəyirsən o zaman? Niyə görə Azərbaycanda siyasi məhbusların sayı 350-yə gəlib çatır? Deməli, yavaşlayacaqsan, siyasi məhbusları azad edəcəksən, xalqa doğru addım atacaqsan. Nəhayət, bu anti-qərb ritorikasına son qoyacaqsan. Necə ola bilər axı ki, bütün dünyada xalqların müstəqilliyindən yana olan, hər bir xalqların müstəqillik mübarizəsinə dəstək olan qərblə açıq-aşkar işğalçılıq siyasəti aparan Rusiyanı sən müqayisə edib üstünlüyü Rusiya verəcəksən. Belə şey olar. Ona görə də deməli, Azərbaycan hökuməti, nəzəri cəhətdən mən bunu deyirəm, əlbəttə. Bu saat hal-hazırda İlham Əliyev və komandasının bunu eləyəcəyini düşünmürəm. Ona görə də qəlbinizdə, aşkar yazılarınızda mənə belə deyək, irad tutmağa tələsməyin. Mən də bilirəm ki, bu real söhbət deyil. Amma suala cavab verirəm, həm də istəyirəm ki, yeni mövzular olsun düşünməyə ki, bu tamamilə realdır. Əslində bu tarixi fürsətə çevrilə bilər. Mən bu təyyarə faciəsi baş verəndən sonraki ilk çıxışımda demişdim ki, bu çox ağır faciədir. Bütün millətimizi sarsıdır. Amma biz ağılla istifadə eləsək, millətimizin gələcəyi üçün bu faciədən təkan götürərək düzgün yola qayıda bilərik. Azərbaycanı düzgün istiqamətə çəkə bilərik. İndi də mən onun altını cızıram ki, əlbəttə ki, bu gərginlik, bu baş verənlərin hamısından normal, adekvat düşünə bilən, xalqı azacıq da olsa düşünən bir hakimiyyət istifadə edib Rusiyanın nəzarətindən çıxmaq, Rusiyanın forpostu olmaqdan çıxmaq, Rusiyanın axırıncı sona qalmış müttəfiqlərdən biri olmaqdan imtina etmək, xalqa doğru, qərbə doğru, Türkiyəyə doğru addımlar atmaq və həm daxildən möhkəmlənmək, həm də demokratiya üçün açılmaq, dünya üçün açılmaq üçün fürsətə çevrilə bilər. Onsuz da sonu yoxdur. Bilirsiniz, uzaqbaşı Rusiyanın yanında qalacaqların hamısının sonu Suriya kimi olacaq da. Ona görə də, yəni mənim bu dediklərimi məsələn kimsə düşünməsin ki, yaxşı bu dediklərin hamısı xalqın xeyrinədir, müxalifətin xeyrinə olar. Yəni əgər buradan Azərbaycanda demokratikləşmə olsa, Rusiyadan imtina olunsa, xalqa doğru addım atılsa, bəs hökumətin xeyrinədir burada. Hökumətin də xeyri bu olar ki, sonları Suriya kimi olmaz. Hökumətin də xeyrinədir. Normal qaydada, bilirsiniz, 21 il hakimiyyətdədir, mən bir neçə dəfə vurğulamışam bunu. Həqiqətən də İlham Əliyev çox şanslı adamdır.
Heydər Əliyevin oğlu kimi hakimiyyətə gəlib, bu qədər uzun müddət hakimiyyətdə qalıb, Azərbaycanın ən zəngin adamına çevrilib və hələ də imkanı var ki, seçkidə uduzmaq yolu ilə hakimiyyətdən geçsin. Ona görə də bütün bunların hamısı əslində bu danışdığım Azərbaycan hakimiyyətinin də, xalqın da, müxalifətin də bütövlükdə Azərbaycanın xeyrinə olardı. Amma kimdir bunu başa düşən? Onu başa düşən hökumətimiz olsaydı, biz yəqindir ki, indiki acıları yaşamış olmazdıq.